Bu günləri çətin bir əməliyyatın sonuna gəlmişik. 17 yaşlı bir xəstə may ayının əvvəlində yumurtalıq kistası səbəbilə başqa bir mərkəzdən əməliyyat olunub. Əməliyyatdan sonraki materialın patolojik müayinəsinin nəticəsində təəssüf ki, yumurtalığın bədxassəli şişlərindən biri olan mutsinoz karsinoma çıxmışdı. Tamamlayıcı əməliyyatını icra edirik. Çünki belə hallar praktikada çox təsadüf edilir. 10-20 yaş və yaşı 60-ı keçən xanımlarda yumurtalıq kistalarına çox diqqətli yanaşılmalıdır. Yumurtalığın bu yaşdakı rast gəlinən kistalarının bədxassəli olma ehtimalı digər yaş qruplarına görə ciddi artır. Həmin bu xanımda da 17 yaşlı xanımda bu patologiya aşkar edildiyi üçün bu günləri yumurtalığın mutsinoz xərçəngi səbəbilə tamamlayıcı əməliyyat elədik. Sol tərəfli tubovarektomiya, pelvik peritonektomiya, regional limfodiseksiya, pelvik periaortal limfodiseksiya, omentektomiya, apendektomiya icra edildi. Fertillik qoruyucu əməliyyat icra edildi. Uşaqlıq və sağ tərəfdə uşaqlıq borusu yumurtalıq qorunub saxlandı. Beləliklə, gənc qız olduğu üçün gələcəkdə ana olma funksiyası qorunub saxlanılaraq əməliyyatı radikal tamamladıq. Demək istədiyimiz odur ki, 10-20 yaş arasında və 60 yaşdan böyük xanımlarda yumurtalıq kistalarına çox diqqətli olmağımız lazımdır. Bu o qədər önəmli məsələdir ki, xəstələr qısa müddət ərzində təkrarı əməliyyata məruz qalır. Allah xəstəmizə yar və yardımcı olsun.